Keçən həftə soruşmuşdum ki, Bakıda ən yaxşı paxlavanı hardan almaq olar? Ümumilikdə 200-dən çox mesaj gəldi, çox yerin adı yazıldı. Amma indi mən adı ən çox yazılan yerə gəldim. Rəmzoğludan heç vaxt nəsə almamışam. Buranı paxlavanın paytaxtı sayırlar. Deməli, vitrində türk və yerli paxlava növlərinin sayı hesabı yoxdur. Özlərinin dediyinə görə xammal unundan tutmuş içindəki fıstıqlara qədər hər şey Türkiyədən gətirilir və ən əsası məhsulların hazırlanmasında kərə yağından istifadə olunur. Yəni başqa sözlə desək, keyfiyyətə önəm verən markadır. Biz də gəlmişkən bir neçə paxlavanın dadına baxdıq. Klassik paxlava növləri çox keyfiyyətlidir. Adamın ağzında əriyir. Və xüsusi olaraq fikir verdim, paxlavanı belə əldə sıxırsan, şərbət axmır. Yəni şəkərdən ibarət deyil. İçiliyi filan türklər demiş çox kıvamında hazırlanmışdı. Buranın südlü paxlavaları çox məşhurdur. Ona da nə yalan deyim, heyran qaldıq. O ki qaldı qiymətlərə, milli paxlavaların kilosu 39 manatdır. 1 kiloda 18-20 ədəd paxlava olur. Ümumiyyətlə düzünü desək, qiymətlər hamı üçün əlçatan deyil. Bir çoxlarına görə bahadır. Amma aydındır ki, bir yerdə keyfiyyət varsa, orada qiymətlər də ucuz olmayacaq. Ümumiyyətlə, Rəmzoğlunun mənim reklamıma ehtiyacı yoxdur. Buranın öz müştəri kontingenti var. Orada olduğumuz müddətdə də bunun şahidi oldum. Alıcılar az qala axın-axın gəlir. Məkanda tək paxlava deyil, başqa şirniyyat növləri də var. Nə bilim, şokoladından tutmuş, badam burasına, şəkər burasına qədər. Eyni zamanda burada keyfiyyətli milli çaylar da mövcuddur. Bir də Volt üzərindən də sifarişləri çoxdur. Biz də bir neçə paxlava növündən alıb buradan əli dolu çıxdıq. Bu adı və dadı yəqin ki unutmayacağam.